Son zamanlar mənim seansımda tələbə qızlar, gənc qızların hamısı meyillidir evli kişilərlə görüşməyə. Bizim qadınlar çarşafdan çıxdılar, amma biraz səhv çıxdılar. Ya tamamilə qapalı idilər, söz haqqları yox idi, ümumiyyətlə heç bir qadın hüquqları yox idi, ya da tamamilə azadlığa çıxdılar və çox belə biədəb bir şəkildə çıxdılar. Nə qədər sovetlər var idi, nə qədər ruslar var idi. Mədəniyyət var idi. Yüz minlərlə izləyicisi olan və psixoloq kimi tanınan bu şəxsin dilindən səslənən fikirlər təkcə mövcud zərərli stereotipləri gücləndirmir. O bu sözləri ilə həm bir xalqın yarısını təhqir edir, həm də bütöv bir xalqın mədəniyyətini başqa bir xalqa, işğalçı qüvvəyə bağlayır. Amma biz bugün Samirə Bağırovanın qadınlarla bağlı fikirlərini təhlil edəcəyik. Onun azadlıqla əxlaq anlayışını müqayisə etməyə çalışması əslində qadınlarla bağlı istifadə olunan klassik saxta dilemmadır. Burada sadəcə iki ifrat qütb var. Ya tamamilə hüquqsuzluq və itaət, ya da biədəb azadlıq. Azad qadın əxlaqsızdır kimi cinsiyyətçi klişelər efirlərdə tez-tez ekspert kimi dəvət olunan şəxslər tərəfindən səsləndirildikdə daha geniş kütlənin şuurunda müqavimətsiz şəkildə həqiqətə çevrilir. Bu isə cəmiyyətdə qadınlara qarşı aqressiyanı və onların hüquqlarının məhdudlaşdırılması cəhdlərini normallaşdıra bilər. Üstəlik onun gənclər, tələbə qızlar haqqında səsləndirdiyi fikirlər, televiziyalarda ekspert kimi təqdim olunan şəxslərdən tez-tez eşitdiyimiz qadınların təhsil alma hüququnu sual altına almağa yönəlibdir. O həm də nostalgiyanın romantikasından istifadə edərək əxlaqı bolşeviklərlə 1920-ci ildə Azərbaycanı işğal edən SSR ilə assosiasiya edir. Bu isə konstruktiv tənqid deyil, daha çox gerici və mühafizəkar baxışları və eləcə də işğala haqq qazandırmanın propagandasıdır. Media qarşısında çıxış edən hər bir ekspert, xüsusilə psixologiya kimi həssas sahənin nümayəndəsi öz fikirlərinin cəmiyyətdə yaradacağı təsirləri və onun məsuliyyətini dərindən dərk eləməlidir. Bu cür ümumiləşdirici, mühakimə edici və qadınları hədəfə alan fikirlər səsləndirildikdə o təkcə cəmiyyətdə qütübləşməni və aqressiyanı artırmır, həm də cəmiyyətdə gərginliyi təşviq edir. Medianın vəzifəsi bu cür zərərli stereotipləri tirajlamaqdan daha çox əslində onlara qarşı tənqidi mövqe sərgiləmək olmalıdır. Eyni zamanda balanslı və hüquq yönümlü diskussiyalar üçün platforma yaratmalıdır.